Davam edirik. Yəni bakteriyaların sporu çoxalmaya xidmət etmir. Bir hüceyrələrin sistası kimi əlverişsiz şəraitdən bakteriyaları müdafiə edir. Orada endoplazmatik şəbəkə demişəm. Birinci videoda səhv gedib plazmatik membran demək istirdim. Yəni hüceyrə divarını qorumur. Plazmatik membran üzərində yeni bir örtük əmələ gətirir. Və bakteriyalar dedik ki, parazit bakteriyalar vardır ki, parazit bakteriyaların bitkilərdə, heyvanlarda törətdikləri bəzi xəstəliklər vardır. Məsəl üçün heyvanlarda qara yara, Sibir yarası, tan, bruselyoz kimi xəstəlikləri törədir. İnsanda anginadır, vərəmdir, tuandır, tetanusdur, qarın yatalağıdır, skarlatinadır, difteriya kimi xəstəlikləri, vəbadır. Bu cür xəstəlikləri insanda bakteriyalar törədir. Ümumiyyətlə yadımızda əlavə deyim ki, bakteriyalar həm insanda faringit, həm də meningit xəstəliklərini törədir. Faringit xəstəliyini həm bakteriyalar törədə bilər, həm də viruslar törədir. Meningit xəstəliklərini isə sinir sistemi xəstəlikləri içərisində demişdik. Meningit xəstəliklərini isə həm bakteriyalar, virus və bir hüceyrələr törədir. Bundan başqa bakteriyalar xəstəliklər zamanı bəzi orqanizmlərdə zəhərlənmələrə səbəb olur ki, endotoksiya adlanır ki, bunlar zəhərlənmə deməkdir və toksinlər iki cür olur. Endotoksinlər var, eksotoksinlər var, testlərdə düşür. Endotoksinlər nə zaman yaranır? Bakteriyalar hüceyrəsinin dağılması nəticəsində meydana çıxır. Yəni bakteriya hüceyrəsi məhv olduqdan sonra yaranan toksinlər endotoksinlərdir ki, endotoksinlər içərisində ən təhlükəli olan toksinlər meningit xəstəliyinin törədicisi olan meningokokları misal göstərmək olar. Meningokokları misal göstərmək olar. Eksotoksinlər isə bakteriyaların həyat fəaliyyəti nəticəsində əmələ gələn eksotoksinlərdir ki, bunlar isə nisbətən endotoksinlərə nisbətən yüngül keçir. Bakteriyaları öyrənmək üçün bakterioloji müayinə var, seroloji üsullardan, bir də mikroskopik tədqiqat üsullarından istifadə edilmişdir. Ən vacib olan burada diqqət yetirmək istədiyimiz bakteriyalar xəstəliklərin müalicəsində antibiotiklərdən istifadə olunur ki, ilk dəfə antibiotiki Alexander Fleming tərəfindən öyrənilmişdir və həmin bu antibiotik pensil göbələyindən hazırlanmışdır. Deməli, bakteriyaların xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə olunur ki, ilk dəfə bunu da Alexander Fleming tərəfindən müəyyən olunmuşdur. Əlavə bir məlumat da demək istəyirəm ki, Louis Pasteur bakteriyaları təbiətin qəbir qazanları hesab edirdilər. Niyə məhz o təbiətin qəbir qazanları? Çünki saprofit bakteriyalar çürümüş qalıqlarla, çürümüş üzvü qalıqlarla bitki, heyvan cəsədlərini daha da onları çürüdərək minerallaşdırır. Yenidən həmən o minerallaşdıraraq kimyəvi elementləri yenidən dövrə qoşur. Məhz bu saprofit bakteriyaların xüsusiyyətidir. Ümumiyyətlə bakteriyalar həm prodüsent ola bilər, həm redusent ola bilər. Prodüsent bakteriyalar o avtotrof bakteriyalar və hemotrof bakteriyalar deyə bilərik. Redusent bakteriyalar isə saprofit bakteriyalar deyə bilərik ki, minerallaşdırma xüsusiyyətinə malikdir. Bir də bakteriyaların çoxalmasına qısa olaraq burada toxunacağam. Bakteriyalar sadə bölünmə yolu ilə, ikiyə bölünmə yolu ilə çoxalırlar və bakteriyalar hər 20-30 dəqiqədən bir bölünür. Və bakteriyaların bölünməsi üçün NT bərabərdir, N0 vuraq 2 N düsturundan istifadə olunur. NT nə deməkdir? Sonda əmələ gələn bakteriyaların sayıdır. N0 başlanğıc bakteriyaların sayıdır. T verilən zamandır. Kiçik n isə yadımızda qalsın, kiçik n isə nəsil sayıdır. Nəsil sayıdır. Nəsil sayını tapmaq üçün verilən zamanı, məsəl üçün 2 saat ərzində 2 saatı dəqiqəyə çevirməliyik. Bölürük 20 və yaxud da 30 dəqiqəyə. Əlverişli şəraitdə intensiv
progressiv çoxalma, maksimal vaxt dedikdə 20 dəqiqəni götürürük. Çox vaxt məsələ şərtlərində özləri qeyd edirlər 20 və yaxud da 30 dəqiqə. Və bir də burada bölünən bakteriyaların sayını və yaxud da bölünməyə məruz qalan bakteriyaların sayını tapmaq üçün N0 düsturundan istifadə olunur. Bu nə deməkdir? Yəni sonda əmələ gələn bakteriyaların sayından ilkin başlanğıc bakteriyaların sayını çıxmaqla biz bölünməyə məruz qalan bakteriya sayını tapa bilərik. Bundan başqa bölünən bakteriyaların sayını da müəyyən etmiş olarıq. Bakteriyaların məsələlər üzərində daha dəqiq o əlavə video çəkəcəm. Nəzəri hissəsi bu qədər. Keçək bir də bakteriyaların ən vacib yadımdan çıxan hissəsini deyim ki, bakteriyaların bütün nümayəndələri bir hüceyrəlidir. Bakteriyaların çox hüceyrəli nümayəndələri yoxdur. Bütün nümayəndələri bir hüceyrəli canlılardır. Keçək digər nümayəndə aləmimiz göbələklər aləmidir ki, göbələklər aləmi 100 minə qədər növ daxildir. Bunlar əmələ gəlmişdir proterozoy erasında. Göbələklər aləmi yeganə aləmdir ki, bunlara xlorofili olan canlısı yoxdur. Bütün nümayəndələrində xlorofil yoxdur. Yəni bunlarda xlorofil pigmentinə rast gəlinmir. Ona görə göbələklər aləmində avtotrof yolla qidalanan nümayəndələri yoxdur. Bütün nümayəndələri heterotrof yolla qidalanır. Heterotrof yolla qidalanmanın da saprofit və parazit yolla qidalanan nümayəndələri vardır. Gəlin baxaq, göbələklərin quruluşuna baxdıqda onlar göbələklər mitseli adlanan ağ rəngli tellərdən ibarətdir. Bunların mitseliləri bəzilərində bir hüceyrəli, bəzilərində çox hüceyrəli olur. Ümumiyyətlə, ali göbələklərdə və yaxud da papaqlı göbələklərdə mitseliləri çox hüceyrəlidir. İbtidai göbələklərdə isə mitselisi bir hüceyrəlidir. Və bunlarda göbələklər həm cinsi yolla, həm də qeyri-cinsi yolla çoxalması vardır. Bəzi qeyri-cinsi çoxalmadan bunlarda tumurcuqlanma yolu ilə, spor vasitəsilə, zoosporlar vasitəsilə və yaxud da mitsel hissəcikləri vasitəsilə çoxalmaya qadirdir. Bəzilərində isə cinsi prosesə rast gəlinir. Göbələkləri öyrənən elm sahəsi isə mikologiya adlanır. Mikos göbələk, logos elm deməkdir. Bakteriyaları öyrənən elm sahəsi isə bakteriologiya adlanırdı ki, bakteriyon çubuq deməkdir. İlk öyrənilən bakteriyalar məhz çubuq olduğuna görə bunları bakteriologiya elmi adlandırılmışdır. Papaqlı göbələklər dedik ki, meyvə cisimdən təşkil olunmuşdur. Meyvə cismi isə papaqdan və kötücükdən təşkil olunmuşdur. Həmin bu hissədə isə çoxlu liflərdən təşkil olunmuşdur. Papaqlı göbələklər özləri saprofit göbələklərdir, çox hüceyrəlidir, saprofitdir, sporlar vasitəsilə çoxalırlar. Papaqlı göbələklərin həm zəhərli, həm də yeməli nümayəndələri vardır. Öncə zəhərli nümayəndələri yalançı kötük göbələyi, solğun əzva, yalançı tülkü qulağı, milçək qıranı göstərmək olar. Diqqət yetirək, milçək qıran göbələkdir. Biri də var ki, milçək qapan. Milçək qapan quşdur, heyvandır. Bax, bu sözlərə diqqət verək. Biri də var ki, milçək tutan. Milçək tutan bitkidir. Milçək qıran göbələkdir. Milçək qapan isə quşlar sinifinə aiddir. Deməli, yeməli olanlar isə sarı qırmızı göbələk, tülkü qulağı, yağlı, ağ göbələk, şampinyon, toz ağacı, qırmızı baş göbələyi misal göstərmək olar. Həmən bu yeməli göbələklər isə digər bitkilərlə simbiyoz həyat tərzi keçirə bilər. Məsəl üçün, yağlı göbələklər şam ağacı ilə, toz ağacı göbələyi toz ağacı ilə misal göstərmək olar. Sarı qırmızı göbələk şam ağacı ilə, yağlı göbələk də şam ağacı ilə simbiyoz həyat keçirə bilər. Bəzən bu yeməli göbələklərlə zəhərli göbələklər xarici görünüşünə görə bir-birinə oxşayır. Məsəl üçün, solğun əzva ilə şampinyon göbələyini misal göstərə bilərik. Şampinyon göbələyinin papağının alt hissəsi cəhrayı rəngdədir, solğun əzvayda isə ağ rəngdədir.
Yeməli tülkü qulağının, papağının kənarları şəkilə diqqət yersək, dalğavaridir, girintili, çıxıntılıdır. Zəhərli tülkü qulağı göbələyində isə papağının kənarları hamardır. Yeməli tülkü qulağının göbələyini kəsdikdə şirə axmır, yalançı tülkü qulağının göbələyini kəsdikdə isə şirə axır. Bunlar hamısı əzbər öyrənilən hissələrdir, nəzəri hissələrdir. Dedik ki, papaqlı göbələklər əsasən sporlarla çoxalır. Lakin sporların yerləşməsinə görə papağın alt hissəsində borucuqlu göbələklər və lövhəcikli göbələklərə bölünür. Həmişə testlərdə də bu hissələr düşür. Lövhəcikli olan göbələklər şampinyon, sarı qırmızı, nəmişlik, solğun nəzvayı misal göstərmək olar. Borucuqları isə qırmızı başlı, ağ göbələkdir, yağlı göbələkdir, toz ağacı göbələyini misal göstərmək olar. Burada əlavə deyim ki, borucuqlu göbələklərə qov göbələyini də misal göstərmək olar. Testlərə düşür. Deməli, borucuqlu göbələklərə qırmızı baş, ağ göbələk, toz ağacı göbələyi, yağlı göbələk. Lövhəcikli göbələklər isə sarı, qırmızı, şampinyon, nəmişlik, solğun nəzvayı misal göstərə bilərik. Bəzi papaqlı göbələklər bitkilərlə simbiyoz həyat tərzi keçirir və papaqlı göbələklərlə bitkilərin simbiyoz həyatı mikoriza adlanır ki, həmən o kökdə olan, əmci tellər olan nahiyəsi olan sorucu zonasını vasitəsilə simbiyoz həyat tərzi keçirir. Yəni, bitkidən üzüm maddələr əldə edir göbələklər. Göbələklər isə bitkilərə su və suda həll olmuş mineral maddələri ötürür. Bundan əlavə bir dənə burada da mikoriza şərikli həyat deməkdir. Bir də 10-cu sinif kitabında var ki, biri də var ki, mikozlar. Bəzi göbələklər isə parazit göbələklər mikozlar əmələ gətirir. Yəni, insanda və heyvanlarda törətdiyi xəstəliklər mikozlar adlanır. Simbiyoz həyat keçən mikorizadır. Bundan başqa yumurcuq bakteriyaları vardır ki, bakteriyalarda bitkilərlə nə edir? Simbiyoz həyat tərzi keçirir. Məsələn, yumurcuq bakteriyaları paxlalı bitkilərin köklərində yaşayaraq simbiyozluq edir. Necə ki, göbələklər də bitkilərlə simbiyoz həyat tərzi keçirir. Əlavə diqqət yetirdiyimiz kif və maya göbələkləridir. Kif göbələklərinə mukor göbələyini və pensili misal göstərmək olar. Şəkillərinə diqqət yetirəcək. Kif göbələklərindən olan mukor göbələklərində bunlarda sporları başçıq hissədə yerləşir. Bax, başçıqlarda yerləşir. Və bunlar bir hüceyrəli və çox nüvəlidir. Bir hüceyrəli mukor göbələyi çox nüvəlidir və çörəyin üzərində ağ kif əmələ gətirə bilər. Və mukor göbələyində həm qeyri-cinsi, həm də cinsi yolla çoxalmanın növü olan konjugasiya yolu ilə çoxalma vardır. Davam edək. Pensil göbələyində isə bunların sporları salxımcıqlarda yerləşir. Şəkillərini bilməliyik. Salxımcıqlarda yerləşir və dedik ki, pensil göbələyinin ilk dəfə Alexander Fleming tərəfindən antibiotiklər hazırlanmışdır. Maya göbələyi isə bir hüceyrəli, bir nüvəlidir ki, və maya göbələyi bir hüceyrəli və bir nüvəlidir, şəkərli mühitdə yaranır və maya göbələyi yalnız tumurcuqlanma yolu ilə çoxalır. Biz tumurcuqlanma yolu ilə çoxalmanı maya göbələklərində, bir də heyvanlar aləmində çox hüceyrəlilər yarım aləminin nümayəndəsi olan hidrada, süngərlərdə, bağırsaq boşluqlar tipində rast gəlinirdi. Və onlar şəkərli mühitdə şəkəri, yəni qlükozanı spirtə və karbon qazına ayırır. Karbon qazı məsaməlidir. Xəmirin qıcqırmasına şərait yaradan isə şəkər spirtidir ki, oradan karbon qazı ayrılır. Göbələklərin törətdiyi xəstəlikləri də dedim, zəhərlənmələr varsa, hətta yeməli göbələklər, həm də zəhərli göbələklər insanlarda zəhərlənmələrə səbəb ola bilər, ağır toksinlər ifraz edirlər. Lakin yeməli göbələklər nə zaman zəhərlənmə baş verə bilər? Uzun müddət yeməli göbələklər köhnəlmiş vəziyyətdə olduqda, biz onu istifadə etdikdə həmin göbələklər insanlarda bir çox təhlükəli xəstəliklər törədir. Mikozlar dedik ki, xəstəliklər
xəstəliklər insanda və heyvanlarda törətdiyi xəstəliklərdir ki, bunlara saç qıranı, dəmirovları, dırnaq göbələyini, keçərliyi misal göstərə bilərik.